Здравствуйте, дорогие зрители! Добро пожаловать на мой канал Уроки русского языка. Сейчас мы с вами будем разбирать 22 урок из 2 класса новой версии. Часть 1 «Семеро козлят». Давайте приступим. Salam əziz izləyicilərimiz, xoş gəlmisiniz mənim rus dili kanalıma. Sizinlə indi 22-ci dərsin izahını eləyəcəyik. Bu 2-ci sinif yeni versiya kitabıdır. Burada 7 demək keçi balaları haqqında bir nağıldır. Azərbaycan dilində gedir bu şəngülüm, şüngülüm, məngülüm. Rus dilində isə belə bir nağıl gedir. Семеро козлят. Birinci hissəsidir. Gəlin başlayaq. Первое задание. Ответьте на вопросы по картинке. Birinci sualımız isə odur ki, suallara cavab veririk şəkil üzrə. Кого вы видите на картинке? Şəkildə kimi görürsünüz? Tam cavabımız belə deyirik ki, я вижу на картинке козу и 7 козлят. Və yaxud ki, козу и козлята. Keçini, anasını görürəm və keçi balalarını. Коза и козлята. Qısa da demək olar. Сколько у мамы козы козлят? Deyir, ana keçinin neçə dənə keçi balaları var. Burada artıq deyirik ki, у мамы козы 7 козлят. Cavab görürsünüz, sualın içində var. У мамы козы 7 козлят. Что делают козлята? Deyir, keçi balaları nə edirlər? Deyirik ki, keçi balaları yemək yeyirlər. Козлята кушают. Qısaca demək olar. Что есть на столе? Deyir, stolun üstündə nə var? Stolun üstündə böyük ehtimal ki, bu kaşa yeməyidir. Çünki belə başqa qabın içində biraz meyvə ilə çörək oxşuyur, amma qablarda görürük ki, tarelkalarda, boş qablarda yayılıb. Böyük ehtimal ki, bu kaşadır. Və стаканы. Значит, мы видим на столе кашу в тарелках и в стаканах молоко. Stəkanlarda da süd olacaq. Böyük ehtimal ki. Значит, все, bunları dedik. Значит, тарелки здесь, каша, молоко, стаканы. Bax, bunları deyirik. Прослушайте сказку, ответьте на вопросы. Deyir, nağıla qulaq asın və suallara cavab verin. Biz nağılı özümüz bilirik, qulaq asa bilmirik təəssüf ki. Ona görə sadəcə buradan bildiyimiz üçün nağılı belə suallara cavab veririk. У кого было 7 козлят? Deyir, kimin 7 keçi balası var idi? Deyirik, у мамы козы. У мамы козы 7 козлят. Кого она боялась? Kimdən qorxurdu? Она боялась волка. Canavardan qorxurdu, волк. Она боялась волка. Что коза сказала? Keçi nə deyir? Keçi orada deyir ki, balalarına qapını heç kimə açmayın. Yəni, sakit oturun, qapını heç kimə açmayın. Не открывайте дверь. Qapını açmayın. Что ответили козлята? Keçi balaları nə cavab verirlər? Onlar da deyirlər ki, əlbəttə ana açmayacağıq. İstəsiz tam dəqiq belə olması üçün YouTube'da bunun videosu da var. Videosuna da baxmaq olar. Oradan da baxıb sadəcə burada hansı səsdir, biz onu bilmirik dəqiq. Bəzi orada sözlər falanları bir balaca dəyişdirilmiş forması ola bilər. Nağıllarda da hətta indi yeni versiya nağıllar çıxıb deyə eyni nağılın. Biraz sözlərini, bəzi nəylərinsə dəyişdirirlər. Ona görə tam cavab vermək üçün bir videoya da baxmaq olar istəsəz. İndi oxuyacağıq da nağılın yarısını. Düzdür, bu hissəsini yox, amma burada deyə bilərik ki, da, они ответили хорошо, mama. Yaxşı ana, хорошо, mama. Nağılda hətta keçi mahnı da oxuyur. Deyir ki, yəni heç kimi açmayın. Yəni kim mahnını oxumasa, heç kimi açmayın. Canavar olar, birdən gələr. Bax, belə bir şeylər var idi orada nağılda. Davam eləyək. Прослушайте чтение учителя, разыграйте продолжение сказки по ролям. İndi davamını, bu səsdən sonra gələn hissəni də artıq yazılı formada veriblər. Gəlin də onu oxuyuruq. Demək və sonra tərcümə edəcəm sizə. Прошло немного времени. Вдруг кто-то стучится в дверь и кричит: «Детки, милые, откройте, ваша мать пришла, вам гостинцев принесла». Но козляточки по низкому голосу услыхали, что это волк. «Не откроем!» – закричали они. «Ты не матушка наша, у той голос добрый и тонкий, а твой голос грубый, ты волк». Пошел тогда волк к купцу и купил себе мела большой кусок, съел его, и стал у него голос тонкий.
Вернулся назад, постучался в дверь и говорит: «Детки, милые, откройте, ваша мать пришла, вам гостинцев принесла». Положил волк свою черную лапу на окошко, увидали ее козлятки и закричали: «Не откроем, у матушки нашей не черные лапы, ты волк». Demək, bir neçə vaxt keçir, birdən qapıya kimsə döyür və qışqırır: «Uşaqlar, əzizlərim, qapını açın, sizin ananız gəlib, sizə yemək içmək gətirib, hədiyyə kimi də demək olar, hədiyyələr gətirib». Amma keçi balaları səsin biraz aşağı olmasından bildilər ki, bu canavardır. Açmayacaq, onlar qışqırdılar. Sən bizim anamız deyilsən. Onun xeyirxah, nazik səsi var. Sənin səsin kobuddur. Sən canavarsan. Getdi. Demək, canavar onda bir tacirin yanına. Əslində nağılda elə deyil. Orada gedir ayının yanına və deyir ki, səsimi incəlt. Burada da biraz dəyişdiriblər. Deyir, getdi tacirin yanına və özünə böyük bir tikan, böyük bir kusok, hissə demək olar, ağ mel aldı. Onu yedi və onun səsi nazik oldu. Qayıtdı, yenə qapını döydü və deyir: «Uşaqlar, əzizlərim, açın, sizin ananız gəlib, sizə hədiyyələr gətirib». Üzdəki qara pəncəsini qoydu pəncərəyə və bunu gördülər keçi balaları və qışqırdılar: «Açmayacaq, bizim anamızın qara deyil pəncələri, sən canavarsan». Bu da şəkilləri də burada. Sonraki tapşırıq. Какие из картинок отвечают на вопрос «кто»? Deyir, hansı şəkillər «кто» sualına cavab verir? Козлята, burada deyirik, волк, козлята, волк и коза, коза мама. Bunlar «кто», kim sualına cavab verir? Укажите соответствие. İndi uyğunlaşdırmalıyıq. Маленькие, balaca. Маленькие nə deyə bilərik biz? Маленькие, глаза, çünki маленькие cəmdədir. Cəmdə olan hər bir şeyi deyə bilərik. Маленькие зубы, маленькие уши. Маленькие balaca deməkdir və cəmdədir. Ona görə cəmdəki olan sözləri istifadə edə bilərik. Запишите элементы твердый знак ı, məhki znak. Burada isə 3 dənə hərfdir bizdə. Birincisi tвердый znak. Bu səs deyil, heç bir səs vermir. Sadəcə sözdə bir balaca hərfə kobudçuluq verir. Yəni qalınlıq verir. Kobudçuluq demirlər də, Azərbaycanda qalın olur. Hərflər biraz qalınlaşdırır və sanki sözü iki yerə bölmüş kimi olur. Yəni heç bir səsi yoxdur. Bunu oxuyanda biz səs kimi oxumuruq. Tвердый znak ı hərfini Azərbaycanda, eləcə də rus dilində bunu oxuyuruq da, yazırıq da və məhki znak. Məhki znakda hərflərə incəlik verir. Bu qalınlıq verirsə, bu da incəlik verir. Bu da səs deyil. I hərfdir, səsdir, amma tвердый znakla məhki znak ancaq hərfdir. Bu səs sayılmır rus dilində. Böyük hərfləri yoxdur. Çünki bu sözlə başlayan sözlər yoxdur. Çünki elə bunlar heç ikisi səs də deyil. Onunla da başlayan bəli sözü yoxdur rus dilində. Ona görə ancaq bunun balaca formasını yazılır, balaca hərf yazılır. Demək, məhki znak incəlik verir, tвердый znak qalınlıq verir. I da bildiyimiz I hərfidir. Bunları da üçünü yazırsınız. Biraz adları çətin ola bilər, çünki uzundur hərfin adı. Tвердый znak, I, məhki znak. Belə. Bu dərs bu qədər. Bitdi. Əgər nəsə bir sualınız olsa, mütləq yazıb soruşarsınız. Sağ olun, gələn dərsdə görüşərik. Увидимся на следующем уроке. Всем хорошего дня. До свидания. Пока-пока.